bugünkü xanımlar çox diqqət eləsinlər bu məsələyə xanımlar, anabacılar. Çünki Quran buyurur, فَلَا تَخْدَعْنَ بِالْقَوْلِ Xanımlar, danışanda naz qəmzə ilə danışmayın. Səsinizi əzib büzməyin. Niyə? فَيَتْمَعُ الَّذ۪ي فِي قَلْبِهِ مَرَزٍ O insan ki qəlbi xəstədir, sizin o naz qəmzövzə qarşı tamaha düşəcək. Qadınlar gərək məsələyə diqqət eləsinlər, ha? Qadınlar gərək bu məsələyə diqqət eləsinlər. Mən bu məsələnin üstündə biraz dayanım. Xanımlar bu məsələdə biraz diqqətli olsunlar. O cümlədən danışanda birinci xanım gərək səsinə diqqət eləsin. Birinci xanım gərək səsinə diqqət eləsin. Normal səviyyədə danışsın. Çünki xanım o gücə malikdir ki, səsini dəyişdirsin və biraz naz qəmzəli çıxartsın. Bu bir dənə şeytani vəsvəsədir ki, xanımlardan baş verər. Hər kim bu cür eləsə, deməli şeytanın tələsinə düşüb və o formaya düşməklikdə şeytan bunu formalaşdırır. Gərək xanım diqqət eləsin. Danışanda xanımlar naməhrəmdən gərək ən azından naməhrəmin üzünə baxmasınlar. Görsən tərəf kişi üzünü oyda çevirir, başını aşağı salır, xanım çənəsinin altına girir onu. Məsələ soruşursan, soruş. Söz soruşursan, soruş. Amma abır həyavı qoruya-qoruya soruş. Naməhrəmlə çənə-çənəyə danışma. Çünki Allah deyir, فَيَتْمَعُ الَّذ۪ي فِي قَلْبِهِ مَرَضٌ Sənin bu addımın qəlbində xəstəliyi olanlarda tamah oyadacaq. Həm sən harama düşəcəksən, həm o harama düşəcək. Və bu səslə əlaqəli bir məsələdir. Çünki Allah sırf qeyd edib, فَلَا تَخْدَعْنَ بِالْقَوْلِ Səsinizi əzib büzməyin. Söz danışandan az qəmzə ilə danışmayın. Bunun içindən çıxardım digər məsələləri. Xanımlar, bir cür geyinməyin ki, naməhrəm məcbur olsun sənə baxmağa. Çünki mən demirəm, öyle mütləq budur ki, yox, daha elə yer üzü hamısı möhüründür, heç kim naməhrəmə baxmayacaq. O istisnaya halal olur. O Dəlman dedi ki, Allah fərz eləyək bir nəfər indi çılpaq gezir, o dəlidir də, o xəstədir, o xəstəyə ki adam söz deməz. Sən ki xəstə deyirsən, baxma, bu cür deyil axı, sənə qurban olun, belə çoxumuz xəstəyə yaxır. Ən azından, aleykümselam, sən də bir cür şərait yaratmayla ki, naməhrəm sənə baxsın. Bir cür yerimə ki, naməhrəm sənə baxsın. Bir cür ayaqqabı alma ki, yeriyəndə ayaqqabının tıqqılsı kütəni başına götürsün. Sən bunlara diqqət elə, naməhrəm də əlindən gələn qədər özünə diqqət eləsin də. Həzrəti Yusuf dedi ki, İnnən nəfsələ əmmarətun bissu. Dedi, mən hətta və ma ubarri'u nəfsi, özümə bəraət vermirəm. Mənim belə nəfs müqabilində acizliyim var. O Yusuf ki, bizim nisbətimizdə yox ha, biz uşaqıq ondan müqayisə olmağa. Peyğəmbərlərin içində təqvası ilə təqva qəhrəmanı olaraq peçatın qoydu. O Yusuf deyir, və ma ubarri'u nəfsi. Mən özümə belə gücüm çatmaqdan acizəm. İlla ma rəhimə Rəbbi. Yalnız o zaman ki Allahın mənə rəhm eləyər. İnnəllaha qəfurun rəhim. Çünki Allah bağışlayan və rəhm eləyən Allah. Əgər Allah rəhmətin mənə yönəltsə də, onda mən hər şeyə qələbə çala bilərəm. Yox, əgər yönəltməsə onda çətindir. Ona görə xanımlar fikirləşməsinlər ki, elə vaxtda namaz qılandı da bu da daha belə eləmir ki, yox. Tezə dəb çıxıb xanımlar üçün. Məscidin qapısına qədər gəlirlər, orada başlarına bir çalma atıblar. Girirlər məscidə. Məsciddən çıxandan sonra elə orada qapının ağzında o çalmaların, hicabların, çadraların çıxardırlar, düzəlirlər yollarla. Mən bu cür müraciət edirəm xanımlara. Ya budur ki, o cür məscidə gəlmə. Çünki xəstələri də xəstəliyə salırsan, xəstəliklərin artırırsan.
ya da budur ki, çıxandan sonra əgər başla atmaq fikrin varsa, insafın olsun. Ən azından evədən ged evdə atçına, çün get bir dənə qıraqdan bax, heç kişilər kimi demirəm, bir dənə qadın kimi get qıraqdan bax, gör nə eybəcər görükür, məsciddən çıxan kimi soyunursan, yığırsan, sumkova çıxıb gedirsən. Ən azından bunu nəzərə aldıran ki, bəzi insanlar var ki, fi qulubihim mərəzun, onların qəlblərində xəstəliyi var. Gələrsən məscidə bir formada, gedərsən bir formada. Hələ bəziləri var, o bəziyyətin də mən işarəsini deyim, sonra deyərlər bizə işarə eləməm. İnciyərlər ki, bizim adımızı çəkmədi. Bəzi xanımlar var elə, Allaha şükür hicabdadılar. Mən bilmirəm necə deyim bu sözü, biraz Allahdan qorxuram. Qorxmasaydım deyərdim, heç kaş olmayırlar hicabda. Kaş bir hicab gezəydilər. Amma o cür paltar geyinməyirlər. O cür hicab bağlamayırlar. Saç, üzr istəyirəm mən dönə-dönə sizdən. Naməhrəm qadının saçı o qədər nəzər cəlb eləmir. Bugünkü o bəzəkli hicablar nəzər cəlb edir. Bu biabırçılıqdır bu. Başı açıq olsaydı o qədər nəzər cəlb eləmir. Bugün hicab əksinə bir dənə biabırçı vitdə gəlib çıxır millətimiz. Bilirsiniz niyə? Çünki hicab dərsin, hicabın ustadından öyrənmədik. Seriallardan öyrəndik, Avropalardan öyrəndik. Bugün də oldu hicablarımız. Onu görə budur. Hadin serialından baş bağlamaq öyrəndi xanımlar. Xanım Zəhra, baxın tarixə mən öz tərəfimdən doğrudan mən dəhşətə gəldim o hədisi oxuyanda. Xanım Zəhra evdən bayra çıxanda 7 dənə çadranı üst-üstə atırdı. Bir dənə çadıra budur ki, daha kifayət eləyərdi qadına. Tamam mərazim fətvası da budur, fikri də budur, hamısının hökmü də budur ki, ən kamil icad forması çadıradır və bir çadıra elə qadının formasının bilinməyə qoymaz. Və bir tərəfdən mənə çox təəccüblü gəldi bu hədis ki, xanım Zəhra evdən çıxanda 1, 2, 3, 4, 5, 7 dənə çadranı üst-üstə atardı. Amma başqa bir hədis yadıma düşdü, belə olmalıdır da. Bir xanım ki, peyğəmbərlər onun qapısına möhtacdılar, o gərək 7 çadrayla ilə çıxa bayra. Gərək budur olsun. Xanım Zəhra da budur olmadı, nə oldu? Gəlin hicab dərsin, hicabı bizə irs qoyan yiyəsindən öyrənək. Hicab dərsin, xanım Zeynəbdən, xanım Zəhradan, baxın, bunu mən dəfələrlə demişəm, bir dənə xanımımız bir dənə müşkilə düşsə namazı qəza edir. Bir dənə adi müşkil çıxan kimi xanımların qabağına namazı qəza edir. Kərbəlaya gedənlər görüblər, gedməyənlərə də Allah nəsib eləsin inşallah. Aşuradan qabaq ki, İmam Hüseyin gəldi Kərbəlaya, öz xeyməgahını qurdu, o çadırların qurdu. Gedəndə inşallah o yer durur da, o forma orada durur. Həzrət Əbəlfəzin xeyməsi girəcəkdir. Birinci xeymə Həzrət Əbəlfəzin. Qapı bu idi. İmam Hüseyin Əsəlamın yanına gəlsələr belə Həzrət Əbəlfəzi görməmiş keçməzdilər. Həzrət Əbəlfəz icazə versəydi bir nəfər İmam Hüseyni görə bilərdi, verməsəydi görməzdi. Onda üçün xanım Zeynəb görməmişdi ki. Xanım Zeynəbin müsibəti o əsirlikdən başladı. O qamçılar altında başladı xanım Zeynəbin müsibəti. Amma batibisin yox, heç gecə namazını da qəzaya vermədi. Heç bir naməhrəm xanım Zeynəb elə Əlinin evində necə o formasında da qaldı. Bir dəyişiklik olmadı xanım Zeynəbdə. Əgər hicabı xanımlar xanım Zeynəbdən öyrənsələr, kamil hicablı olacaqlar. Yox, əgər serialdan öyrənsələr, onu öyrənməsələr yaxşıdır. Ki, o Həzrəti Nuhun misalı. Keçən biz onu demişdik, yadınıza gəlir. Şeytan Nuh'a nə dedi demədi, nə dedi demədi. Axırda şeytan dedi ki, yaxda dediklərimin heç birini demirsən, bir dənə deyiləm, Bismillahirrahmanirrahim. Dedi, onu da demirəm.
Dedi bu ki Allah'ın adıdır, niye demirsən? Dedi buna görə demirəm ki onu sən mənə deyirsən. Hanım, fikirləşmə ki hicabdıdan necə olur olsun. O hicab ki sənə serial deyir, lazım deyil o hicab sənə. O hicabı ki sənə şeytan deyir, lazım deyil o hicab sənə. Başka bir aya var. Allah hanımlara dedi ki zinet eşyalarımızı naməhrəmə göstərməyin. Tezə şey çıxıb. Da hicab ki ben özür istəyirəm müəyyən yerləri örtür, hicabın üstündən zinet eşyası taxırlar. Haramdır. Gedin baxın tamam məracinin nəzərlərinə qızıl əşyasından, bəzək əşyasından hanımların istifadəsi haramdır. Eləməyin. Necə ki Allah səndən istəyib, o cür ol da. Danışıqva fikir ver, oturuşva fikir ver, duruşva fikir ver, məscidə gəlişvə fikir ver, gedişvə fikir ver, girişvə fikir ver, çıxışva fikir ver. Allahın evinə gəlirsən. Birdən bir nəfər fərqi yoxdur. Kişisinə, qadınına desə ki filan yerə get, amma bu formada getginən ki sənə iş versinlər ya pul versinlər, gedəcəksən. Allahın evinə gələndə Allahdan nəsə almaq üçün xüsusi formalar var. Əgər o formalara uyğunlaşsın, sənə nəsə verəcəklər. Əgər o formalara uyğunlaşmasın, heç nə verməyəcəklər. Ona görə buyurur, فَلَا تَخْدَعْنَ بِالْقَوْلِ Danışanda incə səslə danışmayın. Peyğəmbərdən hədis var. Bu hədis xanımlar üçün yadlarında saxlasınlar. Peyğəmbər buyurdu ki, bir neçə şey var ki, kişilərdə qəbahətdir, qadınlarda gözəllik. O xüsusiyyət kişidə olsa, haram bir iş görür. Allahın rəhmətindən kənarlaşar. Əgər xanımda olsa, Allahın rəhmətinə yaxınlaşar və qadının qələbəsi deməkdir o xüsusiyyət. Biri təkəbbürlük. Əgər kişidə təkəbbürlük olsa, haram bir işdir. Allah deyir, mən onları sevmirəm, xoşum gəlmir onlardan. Peyğəmbər buyurdu, qadınlarda əksinədir. Qadınlar naməhrəmə qarşı, əlbəttə. Xanımlar bir də elə bilərlər, təkəbbürlük yaxşı şeydir, ailəyə qarşı da, valideynə qarşı da, yox. Naməhrəmə qarşı xanımların təkəbbürlüyü Peyğəmbər buyurdu, onları Allahın rəhmətinə yaxın eləyər və onların qələbəsi deməkdir naməhrəm üzərində. Xanım, naməhrəmin qabağında gəlirsin, təkəbbürlü aparsın, aciz aparmasın. Naməhrəmə özündən güclü baxmasın, zəif baxsın. Bu xanımın Allahın rəhmətinə qovuşmaq üçün vasitəsidir. Ona görə xanım gərək hər halda davranışına fikir verir. Oturuşuna, duruşuna, danışmağına, deməyinə, gülməyinə. Birdən küçədə elə bir formada gülür xanım ki, bilmirəm da ona nə forma adı verəsən. Elə formada danışır ki, bilmirəm nə deyəsən o danışığa. Öz hətta məhrəmi ilə o formada gəzir ki, bilmirəm nə deyəsən o gəzməyə. Hər şeyin bir həddi var, hüdudu var, qaydası var, qanunu var. Əgər sən başına hicab örtmüsənsə, mömin sən də əgər üzündə saqqal saxlamısansa, heç olmasa küçədə gedəndə fikir verginən yerişir. Küçədə gedəndə özünü yığışdı, elə formada deyib gülürsən ki, qıraqdan baxan sənin yervə xəcalət çəkir, sən xəcalət çəkir. Nə olsun məhrəmindir? Məhrəm bu deməkdir ki, ya elə küçədə də necə istəsən bəgəsən, yeriyə bilərsən, hərəkət edə bilərsən. Məhrəm məhrəmindir evdə. Bəlkə bu cür deyil? Bu cür deyil, yox. Evdə yekədir, çoxdur sənin üçün. Məhrəm məhrəmindir xəlvətdə. Ailənin içində adam məhrəmi ilə istədiyi rəftarı eləyə bilir, eləyə bilmir. Məhrəmin bir dənə məhrəmiyyət yeri var, o da xəlvət vəssalam. Görsən evdə qızın ayrı otaq olur, oğlun ayrı otaq olur, valideynin ayrı otaq olur, qonağın ayrı otaq olur, hamısı ayrı-ayrıdırlar bunlar. Və lakin ki o qonaq sənin valideynindir. Sən kötünsən bir yerdə yaşırsan, valideyn sənin evdə aton ya anon, qonaq gəlib da, anadan məhrəmi ki yoxdur, bir həddidə.
evin qonaq otağı var, heç kimə məxsusdur. Orada hamısı bir-birinə naməhrəmdir. O cür deyil ki, kimdə o cür olmasa onda bir abisi olur. Hərənin öz otağı ona məhrəmdir. Fikirləşməyin məhrəmlik elə rahatçılıqdır da, bu mənim əlimdir, bu daimdir, yanında istədiyimi eləyə bilərəm. Xeyr, övlad, hər bir övlad öz yatdığı yerindən durub qonaq otağına, mətbəxə, elə yatdığı formada gələ bilər, gələ bilməz. Hətta evi, valideyni bəzən qardaş bacıya, bəzən bacı qardaşa naməhrəmdir. Əlbəttə o məxsus həddiləri deyirəm mən. İndi bu kişinin oğlu dindirirsən, deyir, kəbin də köstürmüşəm da, kaş heç kəbin köstürmüyordun sən. Tabi başqasını demirəm mən. Küçədə yürüyəndə adam özünə fikir verər, vicdanın şərəfini olsun. Tezə şey çıxır, mən bilmirəm, mən eşitdiyimə görə bu məsələni xanımlar ağaların üstünə yıxırlar. Mən təəssüf edirəm, mən Allah şahiddir, Qurana and olsun, mən xəcalət çəkirəm o sözü deməyə. Təəssüf də budur ki, onlar namaz əhlindən olan insanlardır. Xanımları hicabla, hicaba uyğun paltar geyinmirlər. Deyəndə niyə bu cür geyinirsən? Deyir, nişanlımdır ki, gərək enli paltar geyinirsən. Kül sənin kişi təpin. Necə yəni nişanlım deyil? Sənin nişanlın bəlkə Allahdan çox bilir. Allah ömrünün uzun eləsin acalım onu. O bizim ustad dedi ki, elə bir nəfər ki hicab örtmək istəmir xanım, ona bir dənə söz deyin. Allahdan çox bilirsənsə örtmə. Desə birdən niyə? Bunu Allah bir ört də. Sən demirsən örtmürəm, onda Allahdan çox bilirsən də. Yox desə estağfurullah, bunu da hamısı deyəcək ki, yox mən Allahdan çox bilirəm. Onda ört də, Allah bir ört də. Hindi hicab örtmürsən, Allah deyir, hicaba uyğun geyin də. Yox, əgər geyinmirsən, mənasında Allahdan çox bilirsən sən. Onu da bilə bilməzsən. Uyğunlaş da buna. Niyə? Çünki bu bir dənə xəstəlikdir ki, Allah bu sahədə həm xanımlarımıza, həm ağalarımıza şəfa verir. Amin. Odur ki, buyurdu. فَلَا تَخْدَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذ۪ي ف۪ي قَلْبِهِ مَرَضٌ. Peyğəmbər xanımları deyilən, danışanda danışıqlarına fikir versinlər. Çox üzüb səslərin nazik və incə nazik əmzə ilə çıxartmasınlar ki, qəlbi xəstə olanlar tamaha düşər. Ondan sonra buyurur ki, münafiqlik və ikiyüzlülük bir dənə xəstəlik. Siz fikirləşməyin ki, hünərdir. Yenə bu məsələnin üstündə dayanır. Bir dənə xəstəlikdir ki, Allah onu qeyd edib. Və iz yəqulul münafiqunə vəllədinə fi qulubihim məradun ma bəğədənəllah və rəsuluhu illə qurura. O zaman ki, o münafiqlər ki, qəlblərində xəstəlik var, Peyğəmbər özündən və Allahdan onlara bir söz dedikdə, deyərlər ki, bunlar yalnız yalan vədələrdir. Ki, bu ayənin mənası nədir? İnşallah ömür vəfa eləsə, gələn cümə deyərik.